Konusun doğuranı, yəni fırlanma cisimləri. Burada da fırlanma cisimləri. Burada konusun doğuranın verib, müstəvin əmələ gətirdiyi bucağın veribdir. Konusun radiusunu istəyir. Eyni şəkildə burada da tərəfləri verib, konusun radiusu avtomatik tapılır ki, radiusu 6-dır. Çünki böyük tərəfin ətrafında fırlanan düzbucaqlı üçbucaqdan söhbət gedir. Bura 8, bura 6, radiusu olur 6. Eli olur, yəni doğuran olur 10. Yan səthinin sahəsi pi r-dir. 6-nı 10-a vurub, bir də pi-yə vururuq. Yəni nəticədə ikisi də eyni səviyyəli bir sualdır. Həm çətin deyil, asandır, həm də eyni səviyyəli sualdır. Ehtimal mövzusuna aid düşmüş suallar. Burada iki rəqəmli ədədlərin kökdən çıxan natural ədədlərdən söhbət gedir. 6 dənə belə ədəd var idi. Yazmır, hamı yazıb. 16, qısadır deyə yazıram bunu. 16, 25, 36, 49, 64 və 81. Bunların içərisindən birini seçirik, o da deyir tək ədəd olsun. Yəni 25, 49, 81-dən biri 6-da 3 olmuş olur. Yəni 0,5. Bu da çox sadə bir sualdır. Bu tərəfdə izahını göstərsəm bunun belə, bu şəkildə. Bizə deyir ki, BA-nın ad çoxluğudur. Yəni, bu şəkildə yazırıq birinci. A-nın 9 elementi, B-nin 4 elementi var. 4-ü bura yazsaq, 5 də bura olur. Əsas bunu tapmaq idi. İndi bizə deyir ki, seçdiyimiz iki elementin A-nın B-dən fərqi olan elementlərin içərisində olsun. Yəni, bunu bilən bir şagird birinci növbədə yazacaq. Bütün elementlərin sayı 9-dur. Məxrəcdə olur kombinizon 9-dan 2 bütün halların sayı. 2 dənəsini seçilir. İkisi də burada olmalı. Bu da 5-dən 2. Məsələn. Yəni, çətinlik baxımından baxsaq, ikisi də sadə sualdır. Yəni, çətin deyil. Bura gəlsək, vaxt alan olaraq desək, bu biraz daha çox vaxt ala bilər. Bununla bunu müqayisə edəcək. Əlbəttə ki, burada sadəcə elə barmaqla sayıb 6 dənə və 3 dənə götürürük, amma burada müəyyən bir hesablamaya gedirik. Yəni, çətin də deyə bilərik əslində buna, orta sual deyim, orta səviyyədə. Digər sual, tam cəbri ifadələr. Yəni, x-in yerinə qiymətini yazıb hesablayırıq. Moduldan asılı bir şeydir. Bu da sadəcə ortaq vuruq mötərizə xaricində çıxardırıq. Çox ədinin qruplara ayrılması. Bir-birinə yaxın mövzudur deyə bir qarşılıqla müqayisə edə bilərik.